أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم. Salam əziz və dəyərli Quran severlər. Biz sizinlə 7-ci dərsimizə başlayırıq. Bugünkü dərsimiz nun, hə, vav və yə hərfləridir. Nun, hə, vav, yə hərfləri 4 şəkildə yazılır. Biz indi bunların birinci sərbəst formasını, sonra başlanğıc formasını, sonra ortada və axırda yazışına diqqət edək. Nun hərfi birinci sərbəst forması, ikinci başlanğıc, üçüncü ortada yazılan şəkli, dördüncü isə axırda yazılan şəkli. Hər bir 4 hərf eyni şəkildə göstərilmişdir. Əgər siz əvvəlki dərslərə diqqət etmişdinizsə, indi bütün hərfləri öyrənmiş olacaqsınız. Əgər diqqət etməmişdinizsə, əvvəldən dərslərə diqqət edin və ərəb dilində olan bütün hərfləri öyrənmiş olun. Sağ olun, gələn dərslərə qədər.